Dəqiqələrlə sobanın yanından ayrılmazdım ki, anam bizə alma piroqu hazırlayır. Ətri ta qonşularımıza qədər yayılan, mən də uşaqlığıma aparan həmən bu alma piroqunu indi sizlər üçün hazırlayacağım. 4 ədəd otaq temperaturunda olan yumurtanı götürürük, 200 qram şəkər tozu ilə ağarına qədər çırpırıq. Bundan sonraki mərhələdə mikser istifadə etməyə ehtiyac yoxdur. 1 armud stəkan süd, yarım armud stəkan yağ əlavə edib çırpıcı ilə yavaş-yavaş saat istiqamətində çırpırıq. Sonra 2 stəkan yarım un. Bu dəyişə bilər. Unun keyfiyyətinə görə sizdə biraz çox və ya az apara bilər un. 2 ədəd qabartma, 1 vanili ələkdən keçirdirik və ingredientləri bir-birinə qarışdırırıq. Daha sonra belə sulu bir məhlul alınır. Nə çox suludur, nə çox qatıdır. Mən öz qabımı öncədən yağladım, unladım və üzərini də belə alma ilə bəzədim. Mənim evimdə körpə olduğuna görə biraz qozdan falan qorxduğuma görə ki, boğazında qalar, qoz əlavə eləmədim. Ancaq siz üzərinə qoz, kişmiş zövqə görə əlavə edə bilərsiniz. Çox ləzzətli olur. Öncədən isidilmiş 150 dərəcəlik sobaya yollayırıq bişməyə. Bu arada yavaş-yavaş çayınızı dəmləyə bilərsiniz. Mən qara çayla kəklik otu və giləmorzu otunu qarışdırıb çox ətirli bir çay dəmlədim. Bu arada giləmorzu otunu cəm zonası çox yaxşı bilir. Cəm zonasına mən izləyənlər varsa aşağıda yorumlarda, kommentarda sizi gözləyirəm. Mənim piroqumun son halı budur. Ümid edirəm bəyəndiniz. Bəyəndinizsə mənə abunə olmağı və videonu kaydedib bol yorum yazmağı unutmayın. Növbəti videolarda görüşərik. Hələlik.